belimdə 5-4-2 santı qricam var. Tomografiyanda Hə. çarptırmışam. İndi dedim ona görə mənə məsləhət verərdiniz, mən nə qarım, yol gedə bilmirəm, belim qırılır, bezimin nəzik yeri. Siz müvəqqəti eləyə bilərsiniz, müvəqqəti məsələn adi sarımsağı sürkəşdən keçirin, yodla qatın, həmin nahiyə bağlayın. Müəyyən effektini görəcəksiniz. Və yaxud da ki, kələmi isti suya salın, yarpağını çıxardın, döyəşləyin, bal çəkin. Həmin yerə bağlayın, isti-isti, orada da effekt görəcəksiniz. Ancaq onlar müvəqqətidir. Müalicə olunmaq üçün gərək gələsiniz Şəmkirin Keçili kəndindən Bakıya, Doktor Seyfəddin klinikasına. Orada təbii üsullarla onu müalicə eləyək.